Sual: yalan danışmaq haçan icazəlidir? Yalan danışmaq böyük günahlardandır, haramdır, icazəli deyil, heç vaxt. Yalnız istisna olan 3 məsələ var. Birinci, düşməni azdırmaq üçün, yəni əgər düşmən bilirsiniz ki, müsəlmanlara hücum edəcək, onları əziyyət verəcək və s. Düşmənin yolunu azdırmaq üçün yalan demək olar. İkincisi, ailədə sevgi, məhəbbət yaratmaq üçün xoşa gəlməz bir şeyin xoşa gəlməz olduğunu deməmək və həmçinin üçüncü, iki müsəlman qardaşı küsülü iki müsəlman qardaşı barışdırmaq üçün, onların arasını islah etmək üçün yalan demək. Bunlar üçü xaric istisna olmaqla yalan danışmaq haram və ən böyük günahlardan biridir. Hətta zinadan və oğurluqdan daha şiddətlidir. İxlasla.com saytı tərəfindən təqdim olundu.